İndi spanağı qızardaq. Gözəl spanağı da qızardırıq. Lobiya spanaq. Bundan gözəl nə ola bilər? Biraz da kərə yağı ilə qovuraq və salam hazırdır. İndi çəkək bizim lobiyanı. Altdan qoyacağım. Çəkəcəm belə. Şəkildə buna lappa deyirlər. İndi dadına baxaq, görək necə alınıb. Çörəklə elə birbaşa buradan yeyəcəm. İcazə versəz. Bax, lobiyini götürürük. Lobiyi ilə spanağın bax belə bir kombinasiyası çox gözəl. Siz də hazırlayın, sizdə də bundan daha dadlanacaq. Həmişə nəyisə eksperiment eləməkdən çəkinməyin. Sağ olun, canınız sağ olsun.